imtahanı da sabahdan bir dənə də imtahan olacaq. Ona görə gecə oyaq qalmışdı. Çatdıra bilmir. Hələ o rəsm üzrə oxuyur da. Nə bilim, elə olur ki, deyir ki, afisyoda da müəllim nə yazdı, da qalır. Da keçə bilmir, da artıq məcburiyyət də yola vermiş olurlar. Ali təhsil müəssisələrində semestr imtahanları arasındakı müddətin az olması tələbələri narazı salıb. Onlar deyirlər ki, hətta bəzən bir gündə 2 imtahan verməli olurlar. Bu da hazırlıq imkanlarını məhdudlaşdırır. Bizim hətta dünən də imtahanımız var idi, bugün də imtahanımız var. Ard-arda da olanlar olur, aralığı 3-4 gündən olanlar da olur. Bəzi fənlər var ki, oxuyub çatdırmaq mümkündür, amma bəzilərini çatdırmaq olmur. 2 gün arayla olmuşdu bu dəfə. Bəs o sizin üçün çətin olurmu ki, oxumaq? Təbii ki, çətin olacaq. Yəni bir imtahandan çıxıb sonra 2 gün təzədən imtahana girmək çətin bir vəziyyətdir. Ən qısa 2 gün, 3 gün bu cümlə. Ən qısa 2 gün. Biraz artırsalar yaxşı olar. Müddəti. Bəli. Məsələ ilə bağlı ali təhsil müəssisələri ilə əlaqə saxladıq. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən bildirildi ki, imtahanlar arasında minimum müddət 2 gündür. Ağır fənlərdən olan imtahanlarla digər imtahanlar arasında daha uzun müddət fikirləşilir. Əlavə olaraq qeyd edeyim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin uzun illər imtahan təcrübəsi formalaşıbdır. Bu təcrübənin daha da müasirləşdirilməsi, daha da təkmilləşdirilməsi üçün biz tərəfdaş universitetlərin təcrübələrini öyrənirik. Tələbələrimiz üçün üstün olan tərəfləri, metodları universitetimizdə imtahan sessiyasında və imtahan götürülməsi prosesində tətbiq edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetindən isə bildirildi ki, imtahanlar həftənin əvvəli ya da sonu keçirilir. Bu şəkildə imtahanlar arasında 3-4 günlük fasilə olur. Lakin istisna hallarda bu müddət 2 günədək azaldıla bilər. Ekspertlərin fikrincə, ali təhsil müəssisələrində və kolleclərdə imtahan tarixləri tələbələrin real imkanlarını və dərs yükünü nəzərə alaraq tənzimlənməlidir. Beynəlxalq təcrübədən götürsək, xaricdə də imtahanlar arası vaxt elə çox aralığında deyil, maksimum bir həftə aralığında olur imtahanlar. Bəli, biz bunu Azərbaycanda tətbiq edə bilərik, amma Azərbaycanda tətbiq etmək üçün ilk növbədə imtahan sessiyasının vaxtını uzatmalıyıq. Yəni 30 gün ərzində, biz həftə sonları çıxanda 20 gün ərzində bir tələbə 6 fəndən imtahan verəcəksə, təbii ki, 2-3 gündən artıq bunu imtahanlar arası fasilə olmayacaq. Qeyd edək ki, əksər ali təhsil müəssisələrində semestr imtahanları yanvar ayında keçirilir. Nəzrin Müşfiq qızı, Talih Həsənzadə, Rizvan Əkbərli, İTV Xəbər.